Qəşəng burada manqalvı çəkirsən, dəyərli dostlarımız. 4 sot torpaq sahəsinin üzərində şəxsi tikili sizlərə mükəmməl bir ev təqdim edəcəm. 6 otaqdan ibarətdir, şəxsi tikilidir, 4 sotun üzərində inşa olunub, kupçalıdır, paket kupçalıdır. İpotekaya da yararlıdır. Dövlət tərəfindən sizlərə ipoteka ayrılıbsa, buyurub zəng edə bilərsiniz. Qiymət də 198 min manat təşkil edir. Tam yaşayışlı bir evdir, əşyasız satılır dəyərli dostlarımız. Mətbəx mebeli, kombi aparatı və kondisionerlər evin içərisində qalacaq. Digər əşyalar isə evin içərisindən götürüləcək. Masazır qəsəbəsində yerləşir, Şok marketin tam arxa tərəfində. Darvazanın önündən mərkəzi Əlağa Vahid küçəsinə 50 metrlik məsafədə yerləşir. Başlayaq həyətyanı sahədən təqdimata. Dəyərli dostlarımız, həyətyanı sahəsinə bəlkə bir 10 dənə avtomobil daxil et. 10 dənə tamet daşlarla örtülüb, mərkəzi giriş darvazasıdır və kaletka qapıdır. Gözəl bir manqalxanası yaradılıb, darvazanın önündən evin önünə qədər birbaşa olaraq naves xətti yaradılıb dəyərli dostlarımız. Qaz, su, işıq, kanalizasiya hamısı daimidir. Mükəmməl bir yerdən sizlərə mülk təqdim edirik. Prospekt yola 50 metrlik məsafədə yerləşir. 198 min manata satışa çıxarılıb. Gəl dəyərli qardaşım. Yerdən yetəri qədər kürsü sahəsi var. Evin arxa tərəfinə, yan tərəfinə keçid etmək mümkündür. Polka sahəsi yaradılıb, ehtiyat su çəninə kimi də qoyulub, tamamilə hazır bir vəziyyətdədir. Və keçirik digər sahə ilə tanışlığa. Dəyərli dostlarımız, bağ, bostan, yaşıllıq üçün burada sahə yaradılıb, ağaçları əkilib, üzüm çardağına kimi var, ferxuya ağaçları, dəyərli dostlarımız. İdeal bir həyət evi təqdim edirik də sizlərə, ideal. Demək, ev sahibi, dəyərli dostlarımız, digər tərəfi təqdim etdik sizlərə. Oranı bağlayıb, ehtiyat əldamı kimi eləyib. Yəni, açıb əlavə keçid etmək mümkündür. Burada da gözəl bir həyətyanı sahəsi var. Besetka sahəsi yaradılıb. Yuxarıdan, dəyərli dostlarımız, yuxarı otaqdan eyvana keçid etmək də mümkündür. Keçək evin içi ilə sizləri tanış eləyək. Dəyərli dostlarımız, bir daha evin həyətyanı sahəsi ilə sizləri tanış edirik, keçirik evin içi ilə tanışlığa. Dəhliz vasitəsilə otaqlara bölgülərdir, dəyərli dostlarımız. Dəhlizdə yerləşir istilik sisteminin xətti, şəxsi özünə tikilmə, mükəmməl sizlərə mülk təqdim edirik. Hər mərtəbənin avtomat sahəsinə kimi yaradılıb, geniş bir şəkildə dəhliz sahəsi var. Dəhlizdən solda yerləşir evin qonaq otağı. Bir daha qeyd edirəm, şəxsi özünə tikilmə, mükəmməl ev axtaranlar buyurub zəng edə bilərlər. 3 ədəd pəncərə sahəsi var. Hər biri öz həyətyanı sahəsinə baxır. İlk öncə təqdim etdiyimiz sahə evin qonaq otağıdır. İstilik sisteminin xəttlərinə kimi çəkilib, qanuni cüt daşla, sonuncu daşa kimi cüt daşla tikilib dəyərli dostlarımız. Mərtəbələr arası kəmərinə kimi atılıb fundament beton karkasdır. Keçək birinci mərtəbəyə məxsus olan yataq otağı ilə sizləri tanış edək. Burada yerləşir birinci mərtəbəyə məxsus olan yataq otağı, pəncərəsi də evin arxa tərəfində həyətyanı sahəsinə baxır. Dəyərli dostlarımız, 055 291 35 65 mənim əlaqə nömrəmdir. Siz də mülkünüzü satmaq istəyirsə, qeyd etdiyim nömrə ilə əlaqə saxlayın. 198 min manata satışa çıxarılıb, 6 otaqlıdır. Qaldı birinci mərtəbəyə məxsus olan mətbəx sahəsi və sanitar qovşaqla tanış olacağıq. Keçək ilk öncə sanitar qovşaqla tanış olaq. Demək, burada yerləşir evin sanitar qovşağı. Tam təchizat, bütün aksesuarlarına kimi quraşdırılıb tamamilə hazır bir vəziyyətdədir. Pilləkənlər altı kladovka, pilləkən betondur. Üzərindən taxta üzləmələrlə işlənib. Kombi aparatının yeri burada nəzərdə tutulub. Dəyərli dostlarımız, ikinci mərtəbəyə qalxan beton pilləkən sahəsidir. Demək, dəyərli dostlarımız, mətbəx sahəsi ilə tanış oluruq, keçirik ikinci mərtəbə ilə tanışlığa. Başlayaq sağdan yerləşir mətbəx sahəsi. Mətbəx mebeli evin içərisində qalır, görülən bütün əşyalar evin içərisindən çıxarılacaq. Mətbəxin pəncərəsi də evin arxa tərəfinə baxır.
Evin içərisində qalacaq olan əşyalar, kombi aparatı, kondisioner və mətbəx mebelidir. Sanitar qovşaqlar da öz qaydasındadır. Beton pilləkən vasitəsilə ikinci mərtəbəyə qalxırıq. Dəhliz vasitəsilə otaqlara bölgülərdir. Dəhlizdən solda yerləşir birinci yataq otağı. Pol taxta, tavan sahəsi alçıban spot lampalarla işlənilib, gizli işıqlarına kimi çəkilib, tamamilə hazır bir vəziyyətdədir. Birinci yataq otağı, ikinci yataq otağı. Üçüncü uşaq yataq otağı. Və dəyərli dostlarımız, sonuncu olaraq ikinci mərtəbəyə məxsus dördüncü otaq. Buranı da əlavə bölgülərlə edib 4 otaq, 5 otaq da yarada bilərsiniz. Hal-hazırda qonaq otağı kimi bura fəaliyyət göstərir. Çox böyük bir kvadrata malikdir. Ümumi evin kvadrat sahəsi 176 kvadratdır. 4 sotun üzərində inşa olunub. Qiymət 198 min manat təşkil edir. Gələn videolarda sağ olun, sağlıqla qalın.